Vəkillik bütövlükdə bir ictimai peşədir. Yəni, vəkilin adətən fəaliyyəti ictimaiyyətin gözü önündə baş verir. Yəni, məsələn, siz hər hansı bir şəxsi müdafiə edirsinizsə və bu müdafiə uğurlu olursa, siz işinizdə vicdanlısınızsa, bunu həmin o müdafiə etdiyiniz şəxs təkcə deyil, eyni zamanda onun yaxınları, qohumları və cəmiyyətin onunla bu və ya digər şəkildə əlaqəsi olan və ya bu işə maraq göstərən dairələri onsuz da sizin fəaliyyətinizi izləyirlər və bu özlüyündə vəkilin elə təbliğatıdır. Əlbəttə, mən bir fikirlə razıyam ki, vəkilliyin təbliğatı saxta şişirdilmiş rəqəmlər, gərəksiz kiçik hadisələri çox böyük miqyasda təbliğ edərək bir reklama çevirmək bu doğru bir yanaşma deyildir. Hesab edirəm, vəkilinin təbliğatı, onun apardığı işlər, onun uğurlu nəticələri və onun bir şəxsiyyət olaraq cəmiyyət içərisində formalaşdırdığı imicidir. Bu özlüyündə vəkilin təbliğatıdır.